Salam, hər vaxtınız olsun. 16 fevral 2026-cı ildir. Mən Şirvan şəhərinin sakini Həsənabadəm. Mən buradan Azərbaycan Prezidenti İlham Əliyev cənablarına, Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevə, Azərbaycanın baş naziri Ələ Əsədova müraciətim var. Hörmətli cənab prezident, hörmətli Mehriban xanım, hörmətli Ələ Əsədov. Mən Şirvan şəhərim, Araz zavod, telemexanik, bu hər iki tərəf zavod, müdafiə sənaye nazirinə baxır. Mən bu zavodlardan şikayətim var. Mən Şirvan şəhərin Araz zavoda, telemexanikə dəfələrlə bir ildən çoxdur siba atmışam, işlə bağlı fəhləçilik istəyirəm. Hər iki tərəfdən də məni çağırıblar, qəbul ediblər, sual-zad veriblər, suallarına cavab vermişəm. Mənə deyiblər ki, zəng elib çağıracaq, işlə təmin edəcək. Bu, hər iki tərəfin zavod müdafiə sənaye nazirinə baxır. Hər gündə mən o zavodlara gedib gəlirəm, işlə bağlı. Qəbul edəndən sonra 3 dəfə mənə ərizə formasına məktub gəlib, hər iki tərəfdən zavodundan. Məktubu oxumuşam, yazılıb ki, məktubda ki, sizə uyğun işimiz yoxdur. Bu nətər uyğun iş yoxdur? Mən orada qəbulda dedim ki, mən fəhlə istəyirəm mən. Fəhləçilik istəyirəm mən. Müdür istəmirəm, sədr istəmirəm. Fəhlə istəyirəm, işləyəm, ailəmi, uşağımı saxlayam. Cənab prezident, Mehriban xanım, sizin siyasətinizi dəstəkləmişəm. Prezident seçkilərində həmişə cənab prezidentimiz İlham Əliyev cənablarına səs vermişəm, ailəmlə bir yerdə. Mən o zavoda gedirəm, Araz zavoda, telemexanikə məni götürmürlər. Cənab prezident, Mehriban xanım, Ələ Əsədov, vəziyyətim çətindir, dolanışım çətindir, işləmirəm, yoldaşım işləmir, qalmışıq işsiz, uşaqlarım acına ölür. Hər iki tərəfə də zavodlara gedirəm, gəlirəm, məni götürmürlər. Sabirabadın kəndlərindən, Çəlyan kəndlərindən gəlib düzəliblər bu zavoda, işləyirlər. Şirvan cəmaatı qalıb işsiz, mən də qalmışam işsiz, məni götürmürlər. Cənab prezident, Mehriban xanım, Ələ Əsədov, sizdən xahiş edirəm, dönə-dönə mənə kömək edəsiniz. Mən də o zavodların birinə düzəlim işləyim, ailəmi, uşağımı saxlayım. Sizdən xahiş edirəm, komissiya göndərin o zavoda, telemexanikə, Araz zavoda, komissiya göndərin, araşdırın. O zavodda haqsızlıq baş alıb gedir. O zavodda kadrlarda oturanlar müdür qarşı kənd uşaqlarını götürür, pul alır, işlə təmin edirlər. Həmin bu iki zavod, telemexanik, Araz zavod. Xahiş edirəm sizdən, araşdırın o zavodu, komissiya göndərin. Cənab prezident, Mehriban xanım, Ələ Əsədov, xahiş edirəm sizdən. Araşdırın o zavodu. O zavodda haqsızlıq baş alıb gedir. Sözüm bu qədər.